Elektron vizalar kanunu 30 gün yeter, 5 gün verirsen kaç gün? 30 gün her elektron tam da başa düşürəm. Elektron da bir dəfəlik, çox dəfəlik olur. Bir dəfəlik ölçüdə qalma müddəti 30 gün, çox dəfəlik isə 90 gün müəyyən edilir. Onda bir giriş vizasıdır bu da. Bəli. Elə viza növləri var ki, onu elektron növlər eləmək olur. Elə də var ki, onu hava limanlarından və yaxud da müraciət eləməklə əldə eləmək olur. Elektron vizanın asan xidmət mərkəzlərində, yəni asan viza sistemi var, bunu müraciət eləməklə elektron viza almaq olur. Bəs elə vaxt olmayan ki, məsələn, istəyirlər viza üçün müraciət olunur, amma viza verilmir. Yəni, məsələn, vətəndaşın alınmaya qoşulmuş şəxslər. Niyə görə verilir ki? Başqa məsələdir, o siyasi məsələlər ola bilər və yaxud da ki, həmin şəxs Azərbaycanda olması, arzu olunması, məhdudiyyəti var. Və yaxud da ki, o viza verilməyən ölkələr siyasındadır. O səbəblər çox ola bilər. Varlıq müddəti, vizanın deyir, varlıq müddəti çox var, vizanın müddəti qalma müddəti də deyir ki, 186 ayda belə deyir. Qalma ilə etibarlı müddətin fərqi nədir? Etibarlı müddət odur ki, viza, həmin etibarlı müddəti başa çatdıqdan sonra artıq viza etibarsız bir vəziyyətə düşür, siz ondan istifadə edə bilmirsiniz. Qalma müddəti isə həmin vizada göstərən qalma müddəti müəyyən olunan müddətə qədər siz həmin ölkədə qala bilərsiniz. Amma məsələn, qaldığınız vaxt vizanın etibarlı müddəti bitirsə, artıq viza yararsız o yenidən müraciət etməlisiniz. Belə deyək, vizanın avropa 2025-ci ildə 2 illik, yəni etibarlı müddəti 2 il. Amma istifadə edir 2027-nin əvvəlində. Yəni onun etibarlı müddətinin bitməsinə, yəni onun o qalma müddəti nasıl olmuyor? Əgər etibarlı müddətin bitməsinə 3 ay qalıbsa, onun artıq onsuz da qala bilməyəcək. Yəni 6 aylıq da olsa, əlində qalma müddəti, o etibarlı müddətinin sonuncu günə kimi qalır. Onun artıq qala bilməyəcək. Ölkənin ki.
Giriş vizası hansı növləri var? Hansı kateqoriyalar? Deməli, ümumiyyətlə vizalar öz giriş və transferması ikiyə bölünür. Giriş vizaları bir dəfəli və çox dəfəli olmaqla ikiyə bölünür. Bir dəfəli vizalar 90 gün müddət, 90 günədək, çox dəfəli isə 2 illik müddətdə verirlər və bu giriş vizaların özündə 3 ayrı növ var. Diplomatik xidməti və adi vizalar. Diplomatik və xidməti vizalara rəsmi səfər məqsədilə gələn əcnəbi vətəndaşı olmayan şəxslərə, adi vizalar isə deməli, müalicə məqsədli və yaxud da təhsil, idman və s. digər başqa səfərlər üçün gələnlərə verilir. Rəsmi səfər məqsədilə gələn vizalarda neçə qalma müddəti nə qədərdir? Rəsmi səfər vizalarında 180 gün 6 ay müddətində qalma müddəti nəzərdə tutulmuşdur. Bunlar adətən deməli, xarici ölkələrin Azərbaycan Respublikasındakı nümayəndəlikləri, konsulluqları, daha sonra beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, sonra inzibati texniki xidmət nümayəndələri və onların ali üzvlərinə verilir və eyni zamanda bura gələn diplomatik missiya məqsədilə bura gələn əcnəbi vətəndaşı olmayan şəxslərə verilir. Eyni zamanda deməli Azərbaycan Respublikasına rəsmi səfər və rəsmi bir tədbir məqsədilə görüş üçün gələn əcnəbilərə vətəndaşı olmayan şəxslərə də 180 gün müddətində bu rəsmi səfər vizaları verilir. Peki,